Kim nə deyir desin, kimin bayramı olur olsun, amma mən yeni il bayramını çox sevirəm. Və iminli belə videolara görə bayılıram. Çünki həqiqətən də baxıram xaricilərdə, istər bizdə çox gözəl videolar alındırmaq olur, çox gözəl və həqiqətən də çox həvəsli oluram. Çünki mənə görə yeni il, yeni ümidlərin, yeni arzuların, yeni illərin, yeni günlərin başlanğıcı deməkdir. Və inan ki, çox yazır ki, bu müsəlman bayramı deyil, heç vecimə də deyil. Mənə görə, yəni yaşadığımız hər an bir bayramdır. Nəfəs alırıqsa, hər saniyəmiz bir bayramdır. Çünki Allah Taala bu yaşayışı, bu nəfəsi bizə verirsə, biz bununla fəxr etməliyik, bununla qürur duymalıyıq ki, hələ də Allah bizdən ümidini kəsməyib, biz Allahdan ümidimizi kəsməmişik. Yəni nəfəs alırıqsa, bunu gözəl şəkildə qeyd etməliyik. Məncə belə, mən belə düşünürəm. Və inanın ki, axşamlar olanda yolkanın işıqları altında gözəl musiqi ilə evdəkilər yatandan sonra özümə bir kofe də hazırlayıb gözəl dinlənmə saatı edirəm. Siz nə edirsiniz? Uşaqlar yatan kimi yatırsınız, yoxsa siz də sakitliyə mi çəkilib özünüzlə tək qalırsınızmı? Buraları təmizləyəndən sonra sabah nə bişirəcəm ona da qərar verdim. Ət çıxartdım, qoydum. Getdim çöldə yağış yağır deyə paltarları da evə sərdim. Miray yatandan sonra da gətirdim qəşəng ortalığı da yığışdırdım. Yolkamın da işığını yandırdım. Kofemi də götürdüm və dinlənməyə keçdim. Həm də işimin başına. Bilirsiniz ki, mən evdən azad sahibkaram. Evdən oturub çalışıram, pul qazanıram. Siz də istəsəniz mənimlə bir yerdə pul qazanmaq, mütləq mənə müraciət edin. Çünki bizdə qeydiyyat gətirməyə köməklik edirik. Kimlər mənim komandamda çalışırsa, həqiqətən çox xoşbəxtlər. Və siz də 2026-cı ildə arzularınızı həyata keçirmək istəyirsinizsə, mütləq komandamıza qoşulub gündəlik, aylıq pullar qazana bilərsiniz. Nömrəmə müraciət etməyi unutmayın.